Hər vaxtınız xeyir olsun. Gündəm xəbərin efirində günün ənənəvi olaraq hava haqqında məlumatları diqqətinizə çatdırırıq. Bugün qeyd edək ki, noyabrın 13-dür və noyabrın 14-nə olan hava haqqında məlumatı Milli Hidrometeorologiya Xidməti açıqlayıb. Belə ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq. Əsasən isə gün ərzində havanın yağmursuz keçəcəyi gözlənilir və qeyd edək ki, gecə və səhər bəzi yerlərdə duman olacağı və cənub-şərq küləyinin isə gündüz şimal-qərb küləyi ilə əvəz olunacağı gözlənilir. Havanın temperaturu isə gecə 9-12 dərəcə, gündüz isə 15-20 dərəcə isti olacağı proqnozlaşdırılır. Azərbaycanın rayonlarından gəlincə, rayonlarda da hava əsasən yağmursuz olacaq, lakin gündüz bəzi yerlərdə isə arabir yağış yağacağı və bəzi yerlərdə arabir duman olacağı ehtimal edilir və qərb küləyi əsəcək. Havanın temperaturu gecə 6-10 dərəcə isti, gündüz isə 15-20 dərəcə isti olacaq. Dağlarda isə gecə 3-7 dərəcə isti, gündüz isə 10-15 dərəcə isti olacağı proqnozlaşdırılır.